Salamlayıram hər birinizi. Keçək yeni salınan mövzulara və bu mövzuların izahına. Burada sizin üçün çərçivə sənədində fərqləndirərək qeyd etmişəm. Baxaq. Deməli, oxu mətn üzrə fəaliyyətlərdən fikrin faktlar və hadisələr arasında, fikir faktlar daha doğrusu və hadisələr arasında əlaqənin müəyyən edilməsi. Bu mövzuda məqsəd mətndə verilmiş fikirlər, faktlar və hadisələr arasında məntiqi əlaqəni tapmaqdır. Fikirlər müəllifin əsas mövqeyini, faktlar isə bu fikri əsaslandıran məlumatları ifadə edir. Hadisə isə faktın zaman, məkan daxilində baş vermə formasıdır. Sualda çox vaxt müəllif hansı nəticəyə gəlir, əsas fikir nədir və ya fakt hansı fikri sübut edir kimi formalarda, yəni suallar salına bilər. Tutalım, bir mətin verilir, mətndən qısa bir hissə. Şagirdlər kəndin kənarında yeni ağaclar əkdilər. Müəllim isə dedi ki, biz bu torpağa sahib çıxsaq, o da bizə nəfəs verər. Bu mətndə müəllif əsas fikri mətndə, yəni bu qısa hissədə belə soruşula bilər ki, müəllif əsas fikri hansıdır? Yəni müəllif hansı fikri çatdırmaq istəyir? Variantlarda belə verilə bilər ki, yəni ən düzgün variant biz onu götürə bilərik ki, insan torpağına qayğı göstərməli, çünki o həyat mənbəyidir və yaxud da yəni bu tipli daha çox mətndə əsas fikir, yəni şablonlaşmış ifadə kimi olur. Tutalım, siz bir status ya da hekayə falan paylaşmaq istəyirsiniz, onun altından yazacağınız cümlələr çox vaxt mətndə başlıca fikir, ideya kimi, yəni səsləşir, çıxış edir. Daha sonra ikinci yeni əlavə olunan mövzu sətraltı fikir və informasiyanın müəyyən edilməsi. Burada sətraltı fikir müəllifin birbaşa demədən dolayı şəkildə çatdırmaq istədiyi mənadır. Bu cür suallarda sözlərin emosional çaları, məcazi ifadələr, müəllifin münasibəti əsas açardır. Sətraltı fikir yazılan deyil, demək istənənin müəyyən edilməsidir. Yəni, məsələn, sizə kimsə bir söz demək istəyir, amma o sözü sizə birbaşa deyə bilmir, dolayı yollarla, nəsə nümunə gətirməklə sizə həmin fikri çatdırmaq istəyir. Yəni, deyirlər, mən nə isə deyirəmsə, sən onun alt fikrini, yəni alt mənasını tutmağa çalış. Bu mətndə də elə, yəni sətraltı fikir və informasiyanın müəyyən edilməsi də məhz bu deməkdir. Yəni, müəllif ola bilər ki, indiki dövrdə də məsələn hansısa mövzuda bir əsər yazılır, orada birbaşa, yəni istədiyi o oxucuya çatdırmaq istədiyi fikri birbaşa verə bilməsə də, sətraltı istiqamətlər şəklində, yəni hər hansı bir hadisəyə oxşatmaq şəklində də sizə çatdırmaq istədiyi fikri çatdıra bilər. İfadəli oxuda da, məsələn, bu tələb olunur ki, ifadəli oxuda da elə başlıca tələbləri oxucunun sətraltı fikri, sətraltı mənanı tuta bilməsidir. Daha sonra qrafik və verbal qrafik informasiyanın təhlil edilməsi. Burada qrafik və ya cədvəl verilmiş məlumatlar arasında dəyişmə, nisbət, fərq və nəticə əlaqəsini təhlil etmək tələb olunur. Məqsəd yalnız məlumat oxumaq deyil, ondan nəticə çıxarmaqdır. Məsələn, sizə mətn verilə bilər və qrafik və yaxud da cədvəl verilə bilər ki, siz həmin o qrafik cədvəllə mətni, yəni mətndə tələb olunanı əlaqələndirib cavabı variantlarda tapmalısınız. Bu, yəni o səviyyədə Azərbaycan dil ədəbiyyat müəllimlərinə salınmaz ki, riyaziyyat sualı şəklində salınmayacaq. Çox güman ki, yəni məntiqi əlaqələndirmə tələb edən bir sualdır. Daha sonra yazıda yenə əlavə yoxdur. Keçirik dil qaydalarından hiperonim və hiponimlər. Burada hiperonim, yəni belə yadınızda saxlaya bilərsiniz ki, hiperonim uzunu ümumi anlayış, qısa yazılanı isə xüsusi anlayışdır. Burada məsələn gül, lalə, nərgiz, gül ümumi hiperonim, lalə, nərgiz və s. isə hiponimdir. Bunların ümumi xüsusi isimlərlə eyniləşdirməyi düşünə bilərsiniz, amma bu olmaz. Çünki ümumi isim
Tutalım, Lalə gül adıdır, xüsusi isimsə Lalə adam adı olsa da hiperonimdə ümumi anlayış gül, çiçək, xüsusi anlayış hiperonim Lalədir. Yəni xüsusi isimlə, ümumi xüsusi isimlərlə hiperonim, hiponimləri eyniləşdirmək olmaz. Əsas çaşdırıcı məqam isə hissə, bütöv əlaqəsidir. Hiperonim, hiponim əlaqəsi isə mən deyərdim ki, yəni mən deyərdim yox, əsas da budur ki, növ cins əlaqəsidir. Bunu sual nümunəsi olaraq da salmışam ki, daha aydın başa düşək. Tutalım, belə bir nümunə verilir ki, hiperonim, daha doğrusu hiponim münasibətində olan hansılardır? Tutalım, A variantında verilib gül, çiçək, B variantında meyvə, armud, C variantında ağac, yarpaq, D variantında əlifba, hərf. Gül, çiçək sinonimdir, onu bildik, onu qoyduq kənara. Amma bizi çaşdıra bilər ki, ağac, yarpaq. Axı deyirik ümumi, xüsusi, ağac düzdür, ümumidir. Amma xüsusi olardı, alma ağacı, armud ağacı və s. Onu yəni növlərə bölərdi. Amma yarpaq isə onun artıq nə idi? Bir hissəsidir. Yəni ümumi xüsusi deyil, sadəcə hissədir. Əlifba da hərfdir. Daha doğrusu əlifba da hərf də əlifbanın bir hissəsidir. Yəni onun xüsusi bir bölməsi deyil. Tutalım verilsəydi əlifba, ərəb əlifbası, tutalım Çin əlifbası, burada biz artıq deyə bilərdik ki, bəli, hiperonim, hiponimdir. Yəni burada nədir? Meyvə və onun cinsinə aid olan, yəni xüsusiləşdirilən armud, alma və s. Daha sonra, yəni bu hiperonim, hiponim anlayışları məncə çox daha qəliz salınmayacaq. Eyniköklü sözlər. Eyniköklü sözlərdə eyni leksik kökdən yaranmış, lakin mənaca və qrammatik xüsusiyyətlərinə görə fərqlənən sözlərdir, bilirik. Məsələn, yaz, yazı yazmaq, yazıcı. Qrammatik oxşarlıqda tutalım bizə verilir sözlər və həmin o sözlərin belə də verilə bilər ki, kök və şəkilçiyə ayırmaq və ya sözləri ümumiyyətlə kök şəkilçiyə ayırar və bizə hansı variantın düzgün olduğu soruşular. Qrammatik oxşarlıq da məhz budur, yəni əsas kökün eyniləşdirilməsidir və biz bunu müəyyən etməliyik. Daha sonra köməkçi nitq hissələrində eyniköklü sözlər, köməkçi nitq hissələrində qrammatik, omonimlik və sinonimlik. Köməkçi nitq hissələri bilirik ki, qoşma, bağlayıcı, ədat, moda sözlər nida daxildir. Qrammatik, sinonimlik köməkçi nitq hissələrinin hər birinin öz aralarında, məsələn, qoşmanın məna çalarlarından birinin tutalım, bənzətmə qoşması, kimi, qədər, dək, daha doğrusu tək, ca, cənin bir-birini əvəz edə bilməsi və öz aralarında sinonimlik yarada bilməsidir. Ayrı-ayrı köməkçi nitq hissələri sinonim olmur. Məsələn, sual kimi salına bilər ki, ayrı-ayrı köməkçi nitq hissələri öz aralarında sinonim ola bilir. Ola bilir artıq bu, yəni yanlış variantdır. Qrammatik omonim olur, yəni qrammatik omonimlik isə mənalarından birinin əsas, digərinin isə köməkçi nitq hissəsi olan sözlərdir. Məsələn, kimi əvəzlik və kimi qoşma. Köməkçi nitq hissələri öz aralarında, məsələn, ancaq, ədat və bağlayıcı kimi və s. Qrammatik omonim olur, yəni biri əsas, biri köməkçi nitq hissəsi və ya hər ikisi köməkçi nitq hissəsinə aid ola bilər. Daha sonra sadə və mürəkkəb söz birləşmələri. Bilirik ki, sadə söz birləşmələri iki müstəqil mənalı sözün birləşməsindən əmələ gəlir və əsasən birinci növ təyini söz birləşmələri sadə birləşmələrdir. Mürəkkəb söz birləşməsi isə daha artıq müstəqil mənalı sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Bu isə adətən üçüncü növ təyini söz birləşmələri, mürəkkəb söz birləşmələri olur. Testlərdə çox vaxt söz birləşməsində hansı tabellik əlaqəsi işlənmişdir kimi sual da salına bilər, yəni sadə və mürəkkəb söz birləşmələrində. Daha sonra cümlədə söz sırası və məntiqi vurğu.
Cümlədə söz sırası dəyişildikdə məna yönü və vurğu da dəyişir. Azərbaycan dilində məntiqi vurğu cümlənin yeni və vacib məlumat daşıyan hissəsinə düşür. Testlərdə əsasən vurğunun hansı üzvdə olduğunu tapmaq tələb olunacaq. Əlavələrdə durğu işarələrinin Əlavələrdə durğu işarələrinin işlənməsi. Əlavələrdə durğu işarələrinin işlənməsi əlavə cümləyə əlavə məlumat verən və intonasiyaca ayrılan hissədir, bildiyimiz kimi. Əlavələr çox vaxt vergül, tire və ya mötərizə ilə ayrılır. Məqsəd əlavənin düzgün ayrılıb ayrılmadığını, yəni sual olaraq salınsa, əlavənin düzgün ayrılıb ayrılmadığı və ya əlavənin hansı, yəni nə ilə ayrıldığı, vergülləmi, tire və ya mötərizə ilə ayrıldığı sual kimi salına bilər. Daha sonra həmzəs üzvlərdə ixtisarlar. Həmzəs üzvlər eyni sualı cavablandırır və bir xəbərlə əlaqələnir. İxtisar zamanı ortaq söz və ya xəbər bir dəfə işlənir, digərləri buraxılır, bildiyimiz kimi. Əsas qayda mənada boşluğun yaranmamasıdır. Sual kimi də verilə bilər ki, həmzəs üzvlər verilər və həmzəs üzvlərdən hansında ixtisar, yəni həmzəs üzvlərdən hansında ixtisar olunub olunmadığı və ya yəni bundan başqa qəliz şəkildə sala bilməzlər həmzəs üzvlərdə ixtisarları. Daha sonra sonuncu sual nədir? Əvəzlik gəlib. Əvəzlik gəlib tabeli mürəkkəb cümləni bağlayan vasitə kimi. Tabeli mürəkkəb cümlələrdə kim, nə, necə, harda kimi əvəzliklər bağlayıcı vasitə rolunda çıxış edir. Bu əvəzliklər eyni zamanda tabeli cümlənin üzvü olur. Suala əsasən əvəzlik həm bağlayıcı, həm də tabeli cümlənin üzvüdürmü? Yəni bu tipli suallar salına bilər. Aşağıdakı məsələn nümunə bir dənə deyək özümüzdən. Aşağıdakı cümlələrdə hansında əvəzlik həm bağlayıcı, həm də tabeli cümlənin üzvü kimi işlənib. Məsələn, belə bir sual salına bilər və variantlardan birində tutalım belə bir cümlə verilir. Bilirəm kim gələcək. Biz onu sadələşdirək. Tabeli mürəkkəb cümlələrdə də əvəzlik gəlibləri tapmaq üçün biz əvvəldən də həmin cümlələri sadələşdiririk və bu cümləni də sadələşdirərək tapa bilərik ki, deməli burada həm əvəzlik, həm də bağlayıcı söz kimi, yəni bilirəm kim gələcəkdə, kim həm burada əvəzlik, həm də bağlayıcı söz kimi işlənib. Yəni bundan qəliz sual sala bilməzdir. Sualların izahı bu qədər. Bu suallardan hiperonim və hiponimlər yeni salındığına görə 6-cı sinif dərsliyində biraz izahı verilib və ətraflı izahını da biz özümüz, yəni digər qaydalarla əlaqələndirərək tapa bilərik. Digər mövzular isə hər biri, yəni qayda kitablarında var. Oxudan isə bu yeni salınan mövzular, fikirlər, faktlar və hadisələr arasında əlaqənin müəyyən edilməsi, onu da mətn işlədikcə müəyyən etmək və hansı sual tipi salına bilərik, biz mətnlər işlədikcə daha dəqiq nümunə şəklində, yəni göstərə bilərik. Daha sonra, yəni burada qrafik və verbal qrafik informasiyanın təhlil edilməsi, burada da qəliz, yəni qəliz bir şey yoxdur. Durub bu sualı bizə riyaziyyat formasında sala bilməzlər və ya yəni o çətinlikdə tələb olunmayacaq. Sadəcə qrafik veriləcək və onun mətnlə əlaqələndirilib sualın məntiqi yanaşma ilə tapılması tələb olunacaq. Bu qədər, sağ olun.